Bəli, belə dağınıq, belə yayğın diaqnoz qoyulan uşaqla necə iş aparılmalıdır əslində? İş belə qurulmalıdır ki, ilk növbədə bu uşaq uzunmüddətli müşahidəyə götürülməlidir. Yəni bizim diaqnostika dediyimiz prosesi bir gündə, bir saatda, 2 saatda, bir gündə tətbiq eləmək və nəticəni almaq, rəy bildirmək doğru deyil. Bu elmi baxımdan düzgün yanaşma deyil. Bu uşaq bir həftəlik, 2 həftəlik, bəzən bir aylıq müşahidəyə götürülməlidir və bütün vasitələr tətbiq olunaraq, təlim proqramları tətbiq olunaraq uşağın ona verdiyi reaksiyalar izlənilməlidir və qeydə alınmalıdır. Burada ilk növbədə gəlir davranış, uşağın nitqi və uşağın dərk etmə sahəsi. Bu sahələrin hər biri üzrə də müxtəlif sahələr var. Məsələn, davranışın hansı növündə daha çox pozuntu var? Davranış özünü hansı səviyyədə göstərir? Davranış aqressivdirmi? Davranış intizamsızdırmı? Davranış yəni impulsivdirmi? Simptomatikdirmi? Və sair və ilə axır. Nitq. Nitqin özünün yaşa görə səviyyələri. Nitq az-çox analitik yolla mı inkişaf eləyən bir nitqdir? Yoxsa nitq Geştalt yolla mı, Geştalt formada mı inkişaf eləyir? Digər mühüm sahə əlbəttə ki, uşağın sosiallaşması və dərk etmə imkanlarıdır. Və sosiallaşmasını ailədən, ailə üzvlərindən alan məlumatla müəyyən qədər aydınlaşdırmaq mümkündür. Ailədə münasibətlər necədir, valideynlərlə necə ünsiyyət qurur, fikirlərini necə ifadə eləyir, fikirlərini yox, daha doğrusu tələbatlarını, ehtiyaclarını necə bildirir, burada o az-çox nitqdə nədənsə sözdən, cümlədən istifadə eləyirmi, yoxsa yalnız jestləri yolu ilə, yəni ekspressiya yolu ilə öz istəklərini böyüklərə çatdırır. Dərk etmə sahəsinə gəldikdə, burada iş xeyli çətinləşir. Dərk etmə sahəsi ilə bağlı biz günlərlə uşaqlarla müxtəlif oyunlar oynayırıq, tapşırıqlar verilir, onların ona verdiyi reaksiyalar izlənilir və o yaşa görə səviyyələri təyin olunur. İlk növbədə burada müəyyənləşdirməli olan məsələ duyğular sisteminin vəziyyətidir. Yəni biz ona deyirik sensor sistemlərin qarşılıqlı əlaqəsi. Yəni uşağın 3 sahə üzrə olan duyğuları, yəni xarici duyğuları, interoreseptiv duyğuları, proprioseptiv duyğuları, bunlara verilən cavablar davranışda, fəaliyyətdə və ünsiyyətdə necə qeydə alınır? Gələk uşağın dərk etmə sahəsinə. Baxın, dərk etmə sahəsində bizim ilk növbədə öyrənməli olduğumuz məsələlər uşaqda baş verən, uşağın psixikasında baş verən psixi hadisələrdir. Psixi hadisələr özü 3 qrupa bölünür. Yəni bu hadisələri biz ilk növbədə psixi proseslər kimi öyrənməliyik. Uşağın qıcıqlanma sahəsi, ona verilən cavab reaksiyaları necədir? Yəni xarici təsirləri, işığı, səsi, toxunmanı necə qəbul edir, necə reaksiya verir? Və bu siqnalları necə qavrayır? Qavramanın hansı növü daha üstündür? Gördüklərini təbii ki, daha yaxşı qavramalıdır. Amma bəzi uşaqlar gördüklərindən daha çox toxunduqları daha yaxşı qavrayırlar. Bəzilərində toxunma, eşitmə daha güclüdür. Bəzilərində görmə, toxunma, bəzilərində qoxuya qarşı həddən artıq həssaslıq var. Dada qarşı həssaslıq var və yaxud da əksinə. Bu, qıcıqlara qarşı biganə münasibət göstərir və qavrama prosesində, qavrama necə gedir? O siqnalları düzgün qavrayırmı, düzgün reaksiya verirmi? Özünüz də bilirsiniz ki, uşaqların qavrama imkanları fərqlidir. Uşaq gördüyü obyektləri fondan, mühitdən ayıra bilirmi? Özünün məkandakı yerini, harada durduğunu, arxasında, önündə, yanında, məkanda nələr durduğunu düzgün qavraya bilirmi? Və burada təbii ki, əvəzliklərin qavranılmasıdır. Yəni uşaq mən, başqası, sən, o, onlar, bax bu əvəzlikləri necə müəyyənləşdirə bilir? İnsanların özündən başqa bir varlıq olduğunu qavraya bilirmi? Bundan başqa hafizə prosesləri gəlir. Hafizə proseslərində informasiyanın, deməli, ilk daxil olan informasiyanın uzunmüddətli hafizəyə ötürülməsi baş verirmi? Yoxsa elə işçi hafizədə, yəni o qulaq seyfanından silinib gedirmi? Uzun müddətli hafizəyə ötürülmüş informasiyanı uşaq tez bir zamanda
yenidən yada salıb, xatırlayıb onun fəaliyyətdə ondan istifadə eləyirmi? Və təfəkkür prosesləri necə gedir? Təfəkkürün əməliyyatları necə gedir? Analiz sintez prosesləri, hökm çıxarmaq, qərar qəbulu, nəticəyə gəlmək, bunlar necə baş verir və bu prosesdə nitqin müşayiəti necədir? Nitqi anlama necədir? Nitqi qavrama necədir və ona verilən reaksiyalar varmı? Yəni bilirsiniz ki, autizm uşaqlarının əksəriyyətinin nitq problemləri var. Onlarda gestalt nitq daha spesifik xarakter daşıyır onlar üçün. Və bütün bunların hər birinin də altında çoxsaylı proseslər var ki, biz bunların hamısını dəqiqləşdirməliyik, müəyyənləşdirməliyik və buna uyğun da proqram hazırlanmalıdır. Amma çox təəssüflər olsun ki, yəni bir çox mütəxəssislər kör-köranə şəkildə yalnız autizm spektri diaqnozu qoyuldu fikri ilə, yəni bu fikrə görə hər bir uşağa ümumi paketlər təklif edirlər. Uşağın vaxtı gedir, zamanı gedir, uşaq psixikasında olan o incə sahələrin aydınlaşdırılması baş vermir. Belə deyək də, bizdə el arasında belə deyərlər, tutar qatı, tutmaz ayran. Və biz bunu tətbiq elədik, ya təsir göstərər, ya göstərməz. Və bu proses aylarla, hətta illərlə davam edir ki, uşaq yerində sayır, uşağın yaşı gedir, zamanı gedir. Bu mənada mən valideynlərdən də, mütəxəssislərdən də xahiş edirəm ki, autizmin spektr pozuntusu qoyulan uşaqlara qarşı diqqətli olsunlar. Ola bilər, həkimin yanılması mümkündür. Çünki həkimin bizim qədər o uşaqla uzun vaxt keçirmək imkanları yoxdur. Xüsusilə əgər uşaq aşağı yaşdadırsa, ola bilsin ki, onda autizmin elementləri var, görünür. Amma biz şahid olmuşuq ki, bir müddət təlimdən sonra görürsünüz ki, bu elementlər yavaş-yavaş zəifləməyə başlayır və uşaqda yayğın diaqnozun əlamətləri özünü göstərir. Yəni, inkişaf ləngiməsi, bu dediyim kimi dərk etmə sahəsi və hazırda buna biz kognitiv sistem deyirik. Kognitiv sistemin hansısa bir sahəsində ləngimələr, pozuntular, digər sahələrdə də ona oxşar problemlər yarada bilir. Əgər idrakın ikinci, üçüncü pilləsində, deyək ki, hafizədə, deyək ki, təfəkkürdə ləngimə elementləri varsa, bunu aydınlaşdırmaq mütləq lazımdır. Çünki əvvəlki proseslərə istinad eləyərək bunu eləyə bilərik. Amma ümumiyyətlə siqnalların qəbulunda, sensor sistemdə pozuntu varsa, qavramada pozuntu varsa, bu bizim işimizi xeyli dərəcədə çətinləşdirir. Digər bir məsələ, yəni uşaqda olan psixoloji problemin hansı sahələrlə əlaqədə ola biləcəyini, hansı əvvəlki problemin sonra hansıları yarada biləcəyini də mütəxəssislər ayırd eləyə bilməlidirlər ki, onun gələcəyi üçün proqnoz vermək, məktəbə hazır ola bilərmi, nə dərəcədə hazır ola bilər, bu uşaqdan gələcəkdə hansı imkanlar, potensiallar üzə çıxarmaq mümkündür və bütün bu suallara cavab verə bilək. Ona görə də mən öz fikrimdə qalıram ki, bu sahədə psixoloqların üzərinə böyük məsuliyyət düşür. Biz çalışdığımız sahədə bizə etibar olunan uşaqların taleyinə çox diqqətlə və məsuliyyətlə yanaşmalıyıq ki, onları valideynlərini vaxtında düzgün yola yönəldə bilək. Sağ olun, hər birinizə uğurlar diləyirəm.